Hər birinizi xoş gördüm, dəyərli dostlar. Bugün istəyirəm ki, Azərbaycanda bütün azadlıqlar kimi dini azadlıqların da pozulması barəsində öz fikirlərimi sizlə bölüşüm. Niyə görə bugün qərara gəldim? Çünki bugün bir xəbər oxudum, özümü saxlaya bilmədim. Bilmədim gülüm yoxsa ağlayım. Məhərrəmlik ayda Azərbaycan insanlarının bir xeyli hissəsi bu ayda İmam Hüseyn üçün təziyə saxlamağa çalışır və problem də elə ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti bütün sahələri kontrola götürdüyü kimi adamların bu 10 gündə təziyəsinə də burun soxmağa başlayır. İki xəbəri gördüm və qərara gəldim ki, bu barədə danışım. Bunlardan biri o məşhur məddah deyirlər də, Talih Boradgahı. Dünən az qalırdı ki, ağlaya-ağlaya müraciət eləsin ki, bəs mənim imkan vermirlər. Dini qurumlar üzrə komitə mənə qadağa qoyub ki, sən Aşura məhərrəmlik mərasimlərində çıxış eləyə bilməzsən. Ağlım sanırdı və deyirdi ki, mənim nə günahım var, mən heç bir qaydaları, qanunları pozmamışam və bilmirəm kimdən mədət umum, kimdən kömək gözləyim. İkinci hadisəni isə Neftçaladan öyrəndim. Orada deməli bir molla, gülürəm Allah keçsin günahımdan, siz də mənə bağışlayın. Bir molla belə yazıb hökumət mətbuatı ki, könüllü şəkildə qara bayrağı polisə aparıb təhvil verib. Birincisi o məddah Talih Boradgahı barəsində deyim. Sizin ondan xoşunuz gəlməyə bilər. Mən də xoşlamıram, onun tərzini ümumiyyətlə qəbul eləmirəm. Hətta poetik baxımından onun yaradıcılığı məni vurur. Amma biz hüquq təfəkkürünə yiyələnməliyik. Mənim xoşum gəldi, gəlmədi, mənim zövqümə uyğundur, uyğun deyillə adamları mühakimə eləyə bilmərik. Xoşum gəlmir, baxmıram. Xoşum gəlir, baxıram. Bu adamın həqiqətən ona qarşı dini komitənin atdığı addım qanunsuzluqdur. Dindar ola bilərik də, dinsiz ola bilərik, nə bilim, dini təəssüb keçdiyimiz ola bilər, olmaya bilər. Biz bütün bunları kənarda qoyub deməliyik ki, dini komitənin heç bir hüquqi səlahiyyəti yoxdur ki, adamın yaradıcılığına bu şəkildə kobud müdaxilə etsin. Və bu istiqamət çox qorxulu istiqamətdir. Biz əgər bütün bu cür məhdudiyyətlərə xoşumuza gəldiyinə görə əl çalacaqsa, sabahları İlham Əliyev, onun hakimiyyəti bizim özümüzün ağlımız kəsən-kəsməyən ən axmaq məhdudiyyətləri bizə qoyacaq. Sizə gülməli gələ bilər, amma qərar verəcəklər ki, bax bu qırmızı köynəyi geymək olmaz. Səhər şirin çay içmək olmaz. Ki bunu Türkmənistanda bilirsiniz də, buna oxşarlıq ediblər, Şimali Koreyanı demirəm. Türkmənistan ona görə deyirəm ki, qardaşlarımızdır da, Türk qardaşlarımızdır, uzaqda da deyil. Bütün məhdudiyyətlər, qanunlar ağlabatan olmalıdır. Və bütün o gətirilən məhdudiyyətlərin də hüquqi əsası olmalıdır. Hüquqdan kənar keyflə dövlət idarə olunmaz. Hə, o adamdan dediyim kimi sizin də xoşunuz gəlməyə bilər. Mən baxıram sosial şəbəkələrdə, hətta Şiə icmasının bir qismi onu bəyənmir, tənqid edirlər. İndi sünni qardaşlarımızı demirəm. Onlar ümumiyyətlə o cür yaradıcılığı bəyənmirlər. Bəyənmək, bəyənməmək ayrı bir şey. Bizim insan kimi o qədər bəyəndiyimiz, o qədər bəyənmədiyimiz şeylər var. Bu çıxış yolu yox deyil ki, kiminsə kefinə görə hə, bu qadağan olsun. Hüquqi dövlət o dövlətdir ki, hər şeyi, vətəndaşlar arasındakı münasibətləri, cəmiyyətin idarə etmə formasını kiminsə kefi, xoşu yox, qanun müəyyən eləyir. Nə dediyim kimi Azərbaycan qanunu, nə də beynəlxalq konvensiyalar insanların kefə görə idarə edilməsini göstərmir. Və o qanunlar Talih Boradgahının gedib təziyə mərasimində mərsiyə deməsin, nəğmə oxumasın qadağan eləyə bilməz.
İndi o bilmirəm, özü də deyir ki, mən neçə ildir mənə qaçaq salıblar. Belə başa düşdüm ki, o Azərbaycanda deyil imiş xeyli vaxtı. Gəlinmiş burada çıxış eləməyə bu mərsiyə vaxtında. Ona da məhdudiyyət qoyurlar. Deyir, bilmirəm kimə ağız açım, mən neynəmişəm. Sən neynəyəcəksən ki? Talib Boradgahı kimi çox insanlarımız var. Onların arasında dindarı da var, dinsiz də var. Hələ də ya özlərin bilməməzliyə qoyurlar, ya da ki, doğrudan da o qədər sadəlövdülər, proseslərdən o qədər uzaq düşüblər, ancaq öz başları ilə məşğul olurlar. Bilmirlər ki, ölkədə hansı bir idarə etmə var, hansı bir rejim var. Bəzi dindarlar var idi, İlham Əliyevin Məkkəyə gedib Kəbədə şəkil çəkdirməyin sevinclə paylaşırlar, hansısa məsciddəki, hə, bu da bizdəndir, bizimkidir. Qərbpərəstlər gəlsə bundan da pis olar, Avropapərəstlər gəlsə bundan da pis olar. Salam əleykum. Mən təriqət fərqi qoymuram. Mən özüm mömin insan deyiləm, dindar insan deyiləm. Amma məhzəbindən asılı olmayaraq, dinindən asılı olmayaraq bütün insanların hüquqların qorumağı, müdafiə etməyi özüm üçün borc bilirəm. Xüsusən dini mövzuda. Bax, Əbu Bəkir məscidi partladılanda ki, mənim şübhəm yoxdur ki, onu da hökumət eləmişdi. Sələflərə qarşı əcini o başladı. Onların saqqalın məcbur polis bölmələrində tutub kəsirdilər, işgəncə verirdilər, tüpürürdülər, təhqir eləyirdilər, ləyaqətlərini alçaldırdılar. Bax, o zaman mən sələfiliyə, sünniliyə, xüsusi bir məhəbbəti, təəssübkeşi olmayan insan kimi onların müdafiəsində duran çox sayda məqalələr yazdım, araşdırmalar yazdım. Çünki haqsız gördüm. İnsanları etiqadına görə əgər bir radikal bir hərəkətə yol verməyibsə, yalnız düşüncəsinə görə təqib olunması doğru deyil idi. Eyni zamanda Talib Ağarzadə və digər Hacı Abgül olsun, Hacı Mövsüm olsun ki, dini fərqli baxışlarına görə təqib olunmasın, mən həmişə qınamışam, pisləmişəm, müdafiəsində durmuşam. Bəzi dostlar bunu düz başa düşmürdü. Bəzilər deyirdi ki, dindarlardan prim yığmaq istəyir, o biri deyirdi ki, İrana işləyir, o biri deyirdi sələfidir və s. və ilə axır. Amma mənim yanaşmam nədən ibarətdir? Biz sivil dövlətlərin, eləcə də bizim Azərbaycanın özünün tarixin, xüsusən dini etiqad mövzusunda araşdırsaq, bilməliyik ki, birinci növbədə elə demokratların borcudur. Hətta dinə inanmayan, dinlə arasında məsafə qoyan demokratlar, insanlar nail olmalılar, çalışmalılar ki, insanların etiqad azadlığına maniçilik törətməsin. O yerə qədər ki, onlar çıxıb üsyan edərsə, radikal bir dövlət təsisatını dağıtmaq istəyərsə, bu şeylərin heç bir Azərbaycanda yoxdur. Azərbaycan hakimiyyətinin uydurduğu şeylərə baxmayın. Tək radikal adamlar olub ki, onların da istintaqını Azərbaycan düz əməlli başda aparmayıb. Amma yayıma qoşulmaq istəyənlər, səbirli olun, mən fikrimi bitirəndən sonra sizə efir verəcəm. Qoyun, mən bir fikir, bismillah eləyim, deyim sözümü, ondan sonra siz qoşulun da. Yəni, qoşdum bura, nə danışacaqsınız? Yəni, hansısa sualınız var, bir imkan verin, mən fikrimi bitirim, dostlar, ondan sonra. Məsələn, bu istiqamətdə ilk parlaq nümunə İngiltərə yaradıb. Dini etiqad azadlığı ilə onların filosofları qalın kitablar yazıblar. Hətta diniyə qarşı olanları, amma əsaslandırıblar ki, insanları, çünki Avropanın orta əsrlərdə tarixi çox ağır olub. Orada da fərqli dünya görüşünə görə, dini baxışına görə insanları qırqazanında yandırıblar, şaqqalayıblar. Və artıq bundan təngə gələn, bezən filosoflar, müdriklər, o cəmiyyətin qabaqcılları qərara gəldilər ki, biz bir qanun qəbul etməliyik və ortaq razılıq əldə etməliyik ki, insanlar başqalarının həyatına məyan olmadan öz əqidələrin, xüsusən dini əqidələrin rahat şəkildə yaşaya bilsin. Fransa inqilabı da bunu göstərdi ki, Sovet İttifaqının tarixi də göstərdi ki, dinlə
radikal formada, amansız formada, qaba formada mübarizə aparmaq, dindarları gözün çıxdıya salmaq əks effekt verir. Çünki dinin cövhərində bu var, bütün dinlərin. Xristianlığın da tarixini mən oxumuşam, Buddizmi də, Hinduizmi də, müsəlmançılığı da. Orada hamısında inanclılara bu mesaj göstərilir ki, bu yol ağır yoldur. Bu yolda gedəndə siz əzab çəkəcəksiniz, təqib olunacaqsınız, öldürüləcəksiniz. Amma bu sizin doğru yolda olduğunuza işarə edəcək. Bu onu göstərəcək ki, siz həqiqətpərəstsiniz. Yəni onu əzdikcə o əslində özünə daha çox inanmağa başlayır. Tutduğu yola daha çox bağlanır və daha çox radikallaşır. Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada o radikal dini qruplar necə üzə çıxdı? Bilirsinizmi? Eynən Azərbaycan hakimiyyətinin elədiyi səhvlər ucbatından. Cəmiyyətin bütün təbəqələrini sıxdılar, siyasi partiyaları aradan qaldırdılar. Siyasi partiyada aradan çıxandan sonra dini qrupların gücü artır. Çünki adamların toplaşma yerləri olur. İnsan sosial varlıqdır axı. Bir-birinlə paylaşma yerləri olur və üstəlik də ki, oradan aldığı mənəvi güc, haqq, ədalət mövzuları dindarları mütəşəkkilləşdirir və radikallaşdırır. Axırda bəlli. Ona görə dostlar, bu yayımı izləyən, xüsusən dinə inanmayan dostlar, dindar, mənim kimi dindar, mömin olmayan insanlar, onlardan, dindarlardan, möminlərdən, namaz qılanlardan, oruç tutanlardan xoşumuz gəlməsə belə, onların hüquqları müdafiə etməliyik. Siz deyə bilərsiniz ki, onların zəhlələri gedir. Demokratiyadan, azadlıqdan danışan adamlardan bizi agent sayırlar, nə bilən, qərbin tulası sayırlar. Saysınlar, var belələr həqiqətən də. Onlar bəlkə də nəyəsə əsaslanır. Hansısa bir hədisə mi deyək, kitaba mı deyək, filan, bəsməkən. Amma özünə demokrat deyən insanın borcudur ki, onu hətta bu cür ifadələrlə damğalayan, qaralayan insanların da hüququn müdafiə eləsin dediyim səbəbdən. Çünki biz onu etməsək, demokratiyanın sərhədləri daha kiçilir və demokratiyanın inkişaf perspektivləri də zəifləyir. Bütün insanların etiqad azadlığına hörmət edilməlidir. Bu, inananlar da bura daxildir, inanmayanlar da. Hər bir şəxs, dediyim kimi, azad şəkildə özünü ifadə etməlidir. Azərbaycan hakimiyyəti isə, dediyim kimi, səhv bir yola çıxıb və əmin olun ki, bu yol onu fəlakətə aparır. Çünki keçmiş təcrübələr, Avropadan tutmuş Rusiyaya qədər, nə bilim, Əfqanistana qədər, Livana qədər, hamısında dindarların, dini inancların bu şəkildə təpəqərama edilməsi, gözün çıxdıya salınması, yalnız hakimiyyətin qulluğunda duracaq bir sistem halına gətirilməsi əks effekt verib. Onu edən adamların özü üçün cəhənnəm yaradıb. Qara bayrağı yazıblar ki, polis könüllü şəkildə polisə təqdim edib. Bilmirəm, buna güləsən, gülməyəsən. Amma buradan mən dindar dostlarımıza, qardaş və bacılarımıza da müraciət etmək istəyirəm. Bax, mən bu TikTok'un nə vaxt açıram, müxtəlif yerlərdən ən azı 10-15 dənə yayımlar çıxır qabağıma ki, insanlar mübahisə edirlər hansısa bir dini elementlə bağlı. Hə, filan şey eləmək olar, eləməz, filan şey haramdır, yoxsa halaldır, filan şey düzdür, yoxdur, səhvdir. Bütün bu şəri mövzular maraqlıdır, amma onun intihası yoxdur. Aylarla, illərlə bunlar müzakirə olunub bir yerə çıxmayıb. Və bunları müzakirə eləməyi də kiməsə qadağan etmək fikrim yoxdur. Amma mən istəyirəm ki, bir dön bizim bu günümüzə də bax da əziz qardaşım, bax saatlarla, nə bilim, 6-cı əsrdə, 7-ci əsrin başında, 12-ci əsrdə hansısa bir dini detalla bağlı, tarixi hadisə ilə bağlı, şəhəri məsələ ilə bağlı saatlarla danışırsınız. Amma bəs nə vaxt dönüb danışacaqsınız ki, bugün Azərbaycan həbsxanalarında yalnız haqqı dediyinə görə müasir yezidlərin, fironların qəzəbinə tuş gəlib, illəri məhv olan oğlanlarımız var. Talib Ağırzadə, Abbas Hüseyin və Müsəlman Birliyinin çoxsaylı üzvləri heç bir günah, heç bir
kriminal etmələrinə baxmayaraq onları Azərbaycan hakimiyyəti yalnız düz söz dediyinə görə, tənqid etdiyinə görə zindanda saxlayıb. Bunlar nə vaxt danışılacaq? Nə vaxt danışılacaq ki, məhərrəmlik mərasimlərinə, dini mərasimlərə reqlament gətirmək dövlətin işi ola bilməz. Hansı mərsiyəni orada deyə, hansını demə, hansı xütbədə hansı sözü demə. Qara bayraq saxla, saxlamama. Bu nə deməkdir? Bu hara gedirik biz? Və demokratiya düşməni olan mənim dindar dostlarım, siz natiqi dinləmədən, bax bu natiqi dinləmədən Avropa, Qərb ölkələrində yaşayan bacı qardaşlarınızdan, dostlarınızdan, tanışlarınızdan soruşun. Soruşun ki, bizə ki bu xoxan kimi təqdim edirlər demokratiyanı, Qərbi. Orada halal, düz, əqidəli, dini həyat yaşamaq mümkündür yoxsa Azərbaycanda? Qoy onlar sizi cavab versin. Sualı bir də təkrarlayıram. Soruşun Qərbdə yaşayan, heç Qərbə getməyə. Bax, Gürcüstan Azərbaycandan demokratdır da, düzdür. Oradakı dindarlardan soruşun ki, qardaşlar, siz nisbətən bizə nisbətən qərbləşmisiniz də, Qərbin təsiri sizdə çoxdur. Orada bir mömin kimi, halal insan kimi yaşamaq daha rahatdır yoxsa Azərbaycanda? Qoy onlar sizə cavab versin. Mənim cavabım budur ki, %100 Azərbaycanda bu çox çətindir. Çox çətindir. Həm halallıq mövzusunda, həm də digər mövzularda. Niyə? Çünki orada bütün azadlıqlar məhdudlaşdırılıb. Qərbin demokratik cəmiyyətlərində sənə bayaq əvvəldə çıxışımda dediyim əqidə azadlığı üçün imkanlar yaradıb. Sən başqasının həyatına mane törətmədən öz əqidəni dindar kimi, dinsiz kimi rahat şəkildə yaşayıb ifadə edə bilərsən, onun təbliği ilə məşğul ola bilərsən. Uzun saqqalına görə, nə bilim, çarşabına görə səni heç kim gözüm çıx deyə sala bilməz, işdən qova bilməz, sənə vətən xaini, hər hansı agenti adı verə bilməz. Hətta bu qanunla qadağandır demokratiya, azadlıq olan yerdə. Ona görə müxtəlif mənbələrin, müxtəlif ölkələrin, eləcə də Azərbaycan hakimiyyətinin Qərbi demokratiyanı xoxan kimi təqdim etməsi, dəyərli mənim dindar bacı və qardaşlarım, sizi çaşdırmasın və bu çaşqınlıqdan, bu fitnədən çıxmaq üçün də ən rahat yolu sizə dedim. Şükür Allaha, hər birinizin kontaktı var Avropada, Amerikada, azad dünyada. Oradan mən dediyim sualı soruşun, cavabını alın, sonra həyatınızla bağlı qərar verin.